Salam əziz dostlar. Həqiqəti axtarmaq cəsarət, qərəzsiz yanaşma və dərin intellektual dürüstlük tələb edir. Bu gün sosial şəbəkələrdə, elmi fəlsəfi platformalarda tez-tez belə bir iddia ilə qarşılaşırıq. İndi gəldik bax Tarix surəsi 7-ci ayətə. Sən mən şimdi sapmadım. Bu Tarix surəsi 7 deyir ki, sperm beldən çıxır. Səncə? Videodan da göründüyü kimi, güya Quranda spermanın bədənin yuxarı hissəsindən, bel və köç nahiyəsindən çıxdığı barədə bir ayə mövcuddur və bu, müasir biologiya ilə ziddiyyət təşkil edir. İlk baxışda böyük bir kəşf və ya tənqid kimi təqdim olunan bu iddia əslində tələsik verilmiş bir hökmün və obyektivlikdən uzaq olan qərəzin məhsuludur. Obyektiv düşüncə bizə öyrədir ki, bir mətni tənqid etməzdən əvvəl onun dil strukturunu, daxili məntiqini və kontekstini tam anlamaq lazımdır. Gəlin bu mövzuya emosional qərəzlərdən qaçaraq sırf elmi, lingvistik və anatomik müstəvidə nəzər salaq. Hər hansı bir elmi və ya ədəbi mətndə bir cümləni kontekstdən qoparıb tək başına şərh etmək ən böyük metodoloji səhvdir. Tarix surəsinin mövzuya aid olan 5, 6 və 7-ci ayələri mükəmməl bir bioloji ardıcıllıq zənciri qurur. Uca Allah Tarix surəsi 5-ci ayədə buyurur: "Qoy insan nədən yaradıldığına bir baxsın." Bu ayə mövzunun və növbəti cümlələrin əsas subyektini təyin eləyir. Diqqət mərkəzində olan, üzərində düşünülməsi tələb olunan subyekt insanın özüdür. 6-cı ayədə Allah buyurur: "O, yəni insan atılan bir sudan, mayedən yaradıldı." Burada insanın hansı mikroskopik materialdan, yəni başlanğıc mayesindən, spermadan formalaşdığı vurğulanır. İndi gələk əsas ayəyə. 7-ci ayə. Allah buyurur: "O, bel sümüyü ilə kök sümüklərin arasından çıxır." Zəncirin son halqası olan bu ayədə isə həmin varlığın formalaşma prosesini bitirdikdən sonra hardan çıxdığı, necə dünyaya gəldiyi bəyan edilir. Müzakirələrin əsas düyün nöqtəsi məhz 7-ci ayədəki yaxrucu, yəni çıxır feilinin hansı sözə aid olmasındadır. Qərəzli yanaşma bu feilin mütləq 6-cı ayədəki su, maye sözünə aid olduğunu fərz edir ki, ortada bir ziddiyyət yansın. Lakin ərəb dilinin sintaksisi, yəni cümlə quruluşu qaydaları buna qətiyyən imkan vermir. Ərəb dilində feildən əvvəl gələn əsas mübtəda, əsas subyekt qorunur. 5-ci ayədə bəhs edilən və cümlənin əsas xəbərini təşkil edən varlıq insandır. 6-cı ayədəki su sözü isə sadəcə insanın yaradıldığı maddəni göstərən köməkçi bir tamamlayıcıdır. Buna görə də qrammatik və məntiqi olaraq çıxar yaxud çıxır feilinin gizli mübtədası birbaşa insan sözünə qayıdır. Yəni ayələrin düzgün oxunuş forması belədir. İnsan bəlli bir mayədən formalaşdırıldı və o, yəni insan, bel sümüyü ilə kök sümükləri arasından çıxaraq dünyaya gəldi. Bu, dilçilik baxımından bioloji doğuş prosesinin bəyanıdır. Ayədə keçən terminlərin anatomik qarşılığı da bu izahı tamamilə təsdiqləyir. Birinci, əs-sulb sözü. Arxa tərəf, onurğa sütununun alt hissəsi bel sümüyü deməkdir. İkinci söz isə ət-təraib, yəni ön tərəf, kök sümüyü, döş qəfəsinin aşağı nahiyəsi və qabırğalar mənasında gəlir. Müasir anatomiya elmindən bildiyimiz kimi, döl, yəni embrion, ana bətnində məhz qadının arxa bel sümüyü ilə ön gövdə, yəni kök sümüyü nahiyəsinin tam ortasında yerləşən uşaqlıq boşluğunda inkişaf edir. Doğuş vaxtı çatanda uşaq məhz bu iki sümük strukturunun əhatə etdiyi çanaq boşluğundan, doğuş kanalından keçərək xaric olur, yəni dünyaya gəlir. Həzrət Əleyhisselama istinad olunan ərəb dilinin qrammatika qaydalarına, bəlağət elminə əsasən ayədəki yaxrucu, yəni çıxır feilinin mənası doğulmaq və bətindən xaric olmaq, bətindən çıxmaq prosesini ifadə edir. Müsəlman fəqihləri və müfəssirləri yeşilliklə qeyd edirlər ki, ət-təraib sözü qadının ön gövdəsini təmsil edir. Əziz dostlar, həqiqi intellektual fəaliyyət yalnız inkar etmək deyil, həm də faktlara qarşı qərəzsiz olmaqdır. Hörmətli rasionalist və ateist dostlar, əgər məqsədiniz həqiqətən elmi dürüstlükdürsə, mətnlərə mütləq bir xəta tapmalıyam, instinkti ilə yanaşmaq sizi elmdən uzaqlaşdırar. Çünki qərəz zəkanı kör eləyir, ən bəsit qrammatik və anatomik faktları görməyə mane olur. Quran-Kərimdə insanın çoxalma mayesinin, yəni spermanın yuxarıda göstərilən nahiyələrdə istehsal olunmasına dair hər hansı bir iddia yoxdur və dolayısıyla xəta mövcud deyil. Ayə, mikroskopik bir maye damlasından başlayan yaradılışın mürəkkəb bir insana çevrilərək ana bətnindəki o dar və qorunan anatomik keçiddən bel və kök arasında sağ-salamat dünyaya gəlməsi möcüzəsini riyazi və ədəbi bir dəqiqliklə təsvir eləyir. Hər bir elmi müzakirənin məqsədi kimisə sadəcə məğlub etmək yox, gerçəkliyi üzə çıxarmaq olmalıdır. İslamofob tezisləri kör-körənə təkrarlamaq obyektiv elm adamına və rasional düşüncəyə yaraşan bir üsul deyil. Faktlar göstərir ki, Tarix surəsindəki bu incə təsvir elmi bir xəta yox, əksinə 14 əsr əvvəl bəşəriyyətə təqdim olunmuş bənzərsiz bir lingvistik və anatomik möcüzədir. İnkar etmək bəsitdir, lakin qərəzsiz şəkildə araşdırıb həqiqəti qəbul etmək böyük bir intellektual yetkinlik tələb edir. Gəlin elmin işığında məntiqin rəhbərliyi ilə ön yarğıları kənara qoyaq və həqiqətə doğru addımlayaq.
Çünki elm ziddiyyət axtarmaq üçün deyil, varlığın nizamını anlamaq üçün ən gözəl vasitədir. Bu elmi dilçilik və anatomik faktlardan sonra çox aydın və qətiyyətlə deyə bilərik. Kim bu gün ortaya çıxıb Quranda elmə zid ayə var iddiasını irəli sürürsə, ya ərəb dilinin ən bəsit qrammatik qaydalarından tamamilə xəbərsizdir, ya da bilərəkdən həqiqəti gizlədən böyük bir yalanın və qərəzin daşıyıcısıdır və ya qurbanıdır. İstənilən platformada, istənilən elmi müstəvidə irəli sürülən bu tipli iddiaların hamısı elmi metodologiyanın və obyektiv məntiqin qarşısında batildir. Sabun köpüyü kimi sönməyə məhkumdur. 14 əsrdir ki, bu mətndə tək bir elmi xəta tapmağa çalışanların iddiaları necə darmadağın olubsa, bundan sonra da eyni aqibəti yaşayacaqlar. Mətn ortadadır, elm ortadadır, faktlar da göz qabağında. Bu mövzuda və ya Qurandakı hər hansı digər ayə ilə bağlı hər hansı bir iradınız, əks arqumentiniz və ya sualınız varsa, heç çəkinmədən şərhlər bölməsində qeyd edin. Biz rasional müzakirələrə hər zaman açığıq. Ortaya atılan bütün şübhələrə, suallara və tənqidlərə elmin, məntiqin və dilçiliyin işığında tək-tək, ətraflı şəkildə cavab verməyə çalışacağıq. Həqiqətdən qorxusu olmayanlar üçün gizli heç bir sual işarəsi qala bilməz. Sağ olun, Allah amanda.